Mən Ümid Süleymanov. Mənim macəram layihəsində Azərbaycanın müxtəlif güşələrinə səyahət edir, ölkəmizin füsunkar təbiətini kəşf edirəm. Hədəfimiz Kəpəz zirvəsinə doğrudur. Səhər saat 6 biz artıq Kəpəz dağının ətəyinə çatmışıq. Sağlar olsun. Sağ olun, görüşərik. İndi isə mənim macəram piyada davam edir. Dağda yürüyüş zamanı həm ayağı sağlam şəkildə yerə basmaq lazımdır, həm də diqqət edin. Havada yavaş-yavaş bulutların sayı artır. Baxın, yerdən necə qalxır yuxarı. Orada artıq toparlanır. O deməkdir ki, bir qədər sonra artıq buralarda yağış yağmağa başlayacaq. Kəpəz zirvə yürüyüşündən bağlı vacib məlumatları diqqətinizə çatdırmaq istəyirəm. Əgər siz də Kəpəz zirvəsinə yürüyüş eləmək istəyirsinizsə, birinci növbədə Göygöl rayonuna gəlməlisiniz və həmin məkandan Kəpəz dağının ətəklərinə qədər yolsuzluq avtomobili ilə gələ bilərsiniz. Yol artısa 2-3 saat çəkə bilər. Əgər yağıntılıdırsa, müəyyən çətinliklər yarana bilər, vaxt daha çox gedə bilər və həmin marşrut ekstremal hesab olunur. Və yolsuzluq avtomobili ilə Kəpəz dağının ətəyinə gəlirsiniz. Həmin yer dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. Daha sonra isə oradan yola piyada davam edirsiniz. Və 720 metr yoxuş, 720 metr enişdir. Ümumi marşrut 7-8 kilometr çəkir. Zirvə yürüyüşünün dərəcəsi orta çətin hesab edilir və bura xüsusi geyimlə gəlməniz daha məqsədə uyğundur. Eyni zamanda idman geyimlə də gələ bilərsiniz, amma nəzər alın ki, hava dəyişsə, yağıntı olsa bu problem yarada bilər. Ona görə də gələrkən hava proqnozunu diqqətdə saxlayın. Çünki dağlarda da anidən hava dəyişə bilər. Eyni zamanda hal-hazırda da Kəpəz dağının bütün hər bir tərəfi buludla örtülüdür. Baxmayaraq ki, hava istidir, günəşlidir, amma anidən hava dəyişə bilir. Ona görə də bu məqamlara diqqət yetirmək lazımdır. Digər vacib ləvazimatları da diqqətinizə çatdırmaq istəyirəm. Bu yürüyüş üçün ən azı 15-20 litrlik bel çantası götürməyiniz vacibdir. Daha sonra isə isti havalarda gəlirsinizsə gün kremi, gün eynəyi, dəyişik qısa qol paltar və mayka götürməyiniz vacibdir. Artıq bir neçə addım qalıb Kəpəz zirvəsinə çatmağa. Gözəl hisslərdir, möhtəşəm hisslərdir. Və beləliklə gəldik, çatdıq Kəpəz zirvəsinə. 3066 metr hündürlükdə yerləşir dəniz səviyyəsindən. Oy, gözəl mənzərə var burada. Ehtiyatlı olmaq lazımdır. Mənzərəyə baxın, necə də gözəl görsənir. Artıq buludlar da gəlib, yağış gözlənilir. Amma bu möhtəşəm mənzərəni seyr etməyin ayrı bir zövqü var, ayrı bir ləzzəti var. Bu gözəlliyi görəndən sonra başa düşürsən ki, həqiqətən də bu əziyyəti çəkməyə dəyərdir. Neçə saatdır biz yol gəlirik. Hardasa 4 saatdan çox müddətə gəldik, çatdıq. Çünki çəkilişlə birlikdə hardasa demək olar elə 5 saat elədi. Adi bir vəziyyətdə isə hardasa 3 saata gəlmək olar düşünürəm ki. Çünki çəkiliş elə bir şeydir ki, vaxt aparır və ona görə də bizim 3 saatlıq yolu 5 saata gəlməyimiz normal bir haldır. Və zirvəyə çatandan sonra daha da xoşbəxtlik hormonu ifraz olunur. İnsan özünü daha çox xoşbəxt edir. Özündən qürur duymaya başlayır ki, bəli, mən bugün Kəpəz zirvəsini fəth etdim. Arzusunda olanlara da ümid edirəm, gələrlər, Kəpəz zirvəsini fəth edərlər. Buradan möhtəşəm mənzərəli görüntülər var. Buludlar imkan vermir, amma burada Maral Gölü, Göygölü izləmək mümkündür.
əgər Kəpəz zirvəsinə ilk dəfədir gedirsinizsə və yoldaşlarınız da ilk dəfədir bura gedirsə, geriyə qayıdarkən azmaq təhlükəsi yarana bilər. Ümumiyyətlə, gedərkən də bu risklər yarana bilər. Çünki heç bir işarə yoxdur geriyə qayıdarkən. Məsələn, orada bir neçə dənə enişli yol var. Kəpəz zirvəsindən qayıdarkən sağa dönərək siz həmin o cığırı tapmalısınız və geriyə qayıtmalısınız. Əgər burada çətinlik çəkirsinizsə, bu mənim də başıma gəldi. İstəyirəm sizinlə bölüşüm. Əgər sizin də belə bir halla rastlaşarsınızsa, nəyə diqqət eləməlisiniz? Birinci döngə yox. Məsələn, ora gələcəksiniz, görəcəksiniz ki, orada çoxlu sərt qayalıqlara rast gələcəksiniz. O deyil. Orada hardasa bir 4 dənə sağa enişli yol var. Birinci döngə yox, ikinci döngə yox, üçüncüdən dönə bilərsiniz. Orada hətta 4-cü döngə də var. Yaxşı olar ki, yerə baxasınız, cığırlar harada varsa orandan gedəsiniz. Əgər belə bir halda birinci döngədən dönsəz və ya səhv bir yolla getsəz və bunu yarı yolda səhv getdiyinizi öyrənsəz, bu çox çətin olacaq. Çünki enerji sərfiyyatı məsələsi var burada. Yenidən həmin yoxuşlarla geriyə qayıtmaq lazımdır və belə məqamlarda ilk növbədə həyəcanlanmamalısınız, təşvişə düşməməlisiniz. Çünki anidən yaranan bu panik hərəkətlər, panik qorxu sizin üçün daha təhlükəli ola bilər. Sizi daha çox yoracaq, çünki həyəcanlanan an siz ümumiyyətlə yoxuşu qalxmaqda çətinlik çəkəcəksiniz. Ona görə də əvvəlcədən həmin o enişə düşməmişdən qabaq yola mütləq baxın. Əminsinizsə düşün və cığırı ən azı bir 100-200 metrini görə bilirsinizsə, o yolla davam eləyin. Ona görə də birinci yox, ikinci də yox, üçüncüdən düşə bilərsiniz. Amma düşməmişdən də qabaq mütləq baxın. Və bundan əlavə bu kimi yürüşlər zamanı mütləq özünüzlə telefonla müəyyən bir hərəkətlərdən sonra həmin ərazinin şəklini çəkin. Həm önünüzün, həm arxanızın. Çünki bu sonra sizə lazım ola bilər. Və yaxud telefonla video da çəkə bilərsiniz. Materialdır. Əgər yolu azsanız, yolu itirsəniz, həmin telefonda çəkdiyiniz şəkillərlə, videolarla həmin olduğunuz yeri tutuşdura bilərsiniz. Kəpəz zirvəsi yürüyüşü zamanı şəbəkə yoxdur. Yəni siz belə bir məqamda kimisə zəng eləyərək çağırmağınız da belə bir məqamda telefonla əlaqə saxlamağınız da artıq mümkün deyil. Və bu kimi zirvə yürüşlərində mütləq getdiyiniz istiqamətdə sağa, sola, hər bir yerə baxın. Çünki geriyə qayıdarkən deyə bilərsiniz ki, mən ümumiyyətlə buradan qalxmamışam, mən bu yoldan istifadə eləməmişəm. Ona görə də siz gedərkən heç kimi arxayın olmayın, özünüz baxın. Getdiniz, bir çönün arxaya baxın, görün, siz hardan gəlmişsiniz. Ümumiyyətlə, geriyə baxarkən yol necə görünür? Yaddaşınıza saxlamaq üçün. İrəliyə baxın, sola baxın, sağa baxın, qayalığa baxın, dağa baxın. Elə bir məqamlar ola bilər ki, bir adi, məsələn, tutaq ki, kimsə ora salfet atıb, siz onu gələrkən görmüsünüz. Qayıdarkən o salfet orada görsəz, artıq əmin olacaqsınız ki, bəli, siz düz gəlirsiniz. Çalışıram bu məlumatları sizinlə bölüşüm ki, əgər belə bir hal baş versə, bu bilgilərdən mütləq istifadə edin. Bugün Kəpəz zirvəsini fəth etdik. Əsl zirvə isə heç bir zaman fəth oluna bilməz. Bugünkü macəramız burada bitir. Amma təbiətin verdiyi enerji bizimlə qalır. Çünki bilirik, təbiətə nə qədər yaxın olsaq, bir o qədər sağlam qalarıq. Növbəti macəralarda görüşmək ümidi ilə.